Hə, başlayaq Xədicə. Məməlilər sinfi. İlk nümayəndələr dedik hansı dövrdə, hansı erada yarandı? Mezozoik kiryasında ördək burundan yıxıldı. Aha, bunlar belə deyək, əsl məməlilər bəs dövr olaraq nə zaman yaranacaq? Mezozoik təbaşirdi. Aha, siz mənə deyin, məməllərlə bağlı nə kimi yeniliklər deyə bilərik? Nələr deyə bilərik? Bu dəfə xarici qulaq mənə gəlmişdi. Yaprak mənə Aha, mənə gəlmişdi. Sonra mən dolarda göz çıxmışdı. Qandama məndə belə bir yenilik var idi. Belə. Sonra balaların südlə bəsləmə ilə ilk dəfə hansı bağırsaq əmələ gəlmiş olacaq? yoğun bağırsaq. Yoğun bağırsaq yaranmış olacaq. Bunlarda hansı vəzlər var idi dedik? Dər vəzləri, süd vəzləri, piy vəzləri, qoxu vəzləri Aha. Bunlarda da dişlərin ixtisaslaşması var idimi? var idi bəli. Bədən üzəri nə ilə örtülü idi? Üç örtüyü ilə Tamam. vəzi ilə zənginlikdən. Tamam. Ürək neçə kameralıdır? 4 kameralı, 2 qulaqcıq, 2 məddəcik. Tamam. Hansı aorta qövsü idi bunlarda? Sol mədəcikdən sol artıq Döş boşluğun qarın boşluğuna ayıran nə əmələ gəlmişdi burada? diafraqma. Diafraqma əmələ gəlmişdir. Tamam. Kimlərin beyin yarımkürələri qırışlı deyildi? Ciyər. Aha. Tamam. Beyin qırışları beynin hansı şöbələrinin üzərini örtəcək? Ara və orta beyin. Tamam. Bunlar soyuqqanlıdır yoxsa istiqanlı? İstiqanlıdırlar, bədən temperaturları sabit olur. Aha. Hansı mühitlərdə yayılıblar? Hansı mülklərdə? Ha, yəni su, hava, torpaq. Demək olar ki, tüm mülklərdə varlar. Aha, tamamdır. Aydındır. Belə. Quruluşu. Baş, boyun, gövdə, quyruq və ətraflardan ibarətdir bədən. Aha. Dəri örtüyü ilə bağlı nə deyirik? Dəri örtüyü üstdən, xaricdən, yəni çox qatlı epidermisdən örtülüdür. Daxildən isə əsl dəri qatından ibarət. Kimdə idi tük örtüyü yox idi? Balinalarda, kərgədanlarda, fillərdə. Aha. Aydındır. Hansı dəri törəmələr var idi? Dırnaq, pulcu, e, tük, Caynaq və saç. Tamam. Əsl dərdə dedik hansı vəzlər yerləşəcək? tər vəzləri, piy vəzləri, qoxu vəzləri. Tamam. Skeleti haqqında nə deyə bilərik? Kəllənin, gövdənin və ətrafların skeletindən ibarətdir. Kəllənin skeleti də yenə beynin və şöbəsi skeletindən ibarət. Aha. Boyun fəqərələrin sayı nə qədər idi? 7. Onurğa neçə şöbədən ibarət olacaq? 5 şöbədən boyun, bel, döş, amma, quyruq. Tamam. Aydındır. Döş fəqərələrinə nələr birləşəcək? Qabırğalar. Tamam. Qabırğalar öndən nəyə birləşmiş olacaq? Döş qəfəsinə mənə gətirəcək. Aha. Kimlərdə idi? Quşlardakı kimi döş tili də olurdu. Yarasalarda və köstəbəklərdə. Aha. Tamam. Aydındır. İtin çiyin qurşağı sümüklərinə nələr aiddir? Bir cüt kürək sümüyü. Yarasada, primatlarda, Bir cüt kürək, bir cüt körpücük. ilk məməlilərdə çiyin qurşağı sümüklərinə nələr aiddir? Vardan lat olaraq bir cüt qarğa sümüyü. Tamam, aydındır. Siz mənə deyin nəyi? Yırtıcılar, təkdırnaqlılar, cütdırnaqlılar və xortumluların çiyin qurşağı sümüklərinə nələr aiddir? İstədəki kimi bir cüt kürək sümüyü. Aha, çanaq qurşağı sümüklərinə. Bir cüt çanaq. Aha. Arxa ətrafın sərbəst hissəsi sümükləri hansılar idi? Bulut, baldır və arxa pəncə sümükləri, baldır özü də inci və qamışdır. Baldır Sümüklərinə bölünəcək. Tamam. Aydındır. Hansı əzələləri var idi? Yaxşı inkişaf eləmişdi. çənə əzələləri, bel əzələri və ətrafların əzələləri. Aha. Həzm sistemi haqqında nə deyirik?
Həzm sistemi ağız, ulaq, qida borusu, mədə, yoğun bağırsaq və nazik bağırsaqdan ibarət. Aha, nəticə olaraq haradan, nə ilə qurtaracaq? Anal dəlimi. Anal dəliklə qurtarmış olacaq. Həzm vəzlərinə nələr aiddir? Hücrə vəzsi, qaraciyər vəzsi və mədaltı vəzsi. Aha, tamamdır. Aydındır. Ağızda olan dişlər nəyə xidmət edəcək? Qidanı həm tutub saxlayır, həm xırdalamağa. Aha, tamamdır. E, Ağız dəhlizinə nələr aid olacaq itdə məsəl üçün? İtdə ağız ağız dəhlizi və xüsusən ağız boşluğu aiddir. Ağız dəhlizi də yəni dişlə dodaqların arasında qalan yerə deyilir. Aha, kimdə idi ağız dəhlizi olmurdu? Balinalarda və iç məməlilərdə. Aha, tamamdır. Ağız boşluğunda nələr yerləşəcək? Dil, dişlər və tüpürcək vəzlər. Aha, dişlər hansı belə deyək, diş formalarına ixtisaslaşıb? Kəsici dişlər, köpək dişlər və ağız dişlər. Aha, kəsici dişlər nəyə xidmət edəcək? Qidanı kəsməyə, köpək dişləri tutub saxlamağa, qopartmağa həmçinin, azı dişləri də xırdalayıb əzməyə. Aha, əksər məməlilərdə deyirdik mədə neçə kameralıdır? Əksəriyyətdə bir kameralıdır, amma gövşəyənlərdə 4 kameralı. Aha, 4 kamera olacaq gövşəyən cüt dırnaqlarda. Tamam, bu 4 kameralı mədən adlarını, kameraların adını deyə bilərikmi? İşkəmbə, tor, qat-qat, qursaq. Tamam, aydındır. Neçə dəfə çiynəmiş olacaqlar bunlar qidanı? İki olurlar. Birinci çiynəmədə işkəmbə və tora gedib yığılır qida. Sonra heyvan dincələn zaman təzədən ağza qayıdır. Oradan da təzədən qat-qatla qursağa gedir. O da həzm olunandan sonra bağırsağa keçir. Bağırsaqda solur. Aha, tamam, aydındır. Tənəffüs sistemi haqqında nə deyərik? Burun, burunqulaq, qırtlaq, nəfəs borusu, bronxlar, traxeyalar və ağciyərlərdən ibarətdir. 1% də tərəvəz tənəffüsü var. Aha, tamamdır. Aydındır. Qan damar sistemi haqqında nə deyərik? Ürəyi 4 kameralı, 2 qulaqcıq, 2 məndəcikdən ibarətdir. Nasmalarda göğsü çıxır. 2 qan dövranı var, böyük və kiçik. Aha, tamamdır. Aydındır. İfrazat sistemi ilə bağlı nə deyərik? Bir cüt vaxtla şəkilli böyrəkdən ibarətdir. Həmçinin 2 sidik axarı, 1 sidik kisəsi və 1 sidik çıxarcı qan. Aha, börəklər harda yerləşəcək? Qarın boşluğunda onurğanın yanında. Aha, tamamdır. Aydındır. Sinir sistemi haqqında nə deyərik? Sinir sistemi mərkəzi və periferik şöbələrdən ibarətdir. Mərkəzi hissəyə baş beyin və onurğa beyninə aiddir. Periferik isə sinirlərə və sinir düyünlərə aiddir. Baş beyin özdə 5 şöbədən ibarətdir. Ara beyin, orta beyin, ön beyin, uzunsol beyin və beyincik. Beyin yarımçələri üzəri hansı maddə ilə örtülmüş? Boz maddə ilə örtülüdür, qırışlıdır. Bunda sinirlər əmələ gətirir. Bəli, bunu da sinir hüceyrələri əmələ gətirmiş olacaqdır. Aydındır. Hansı hiss orqanlarını saya bilərik? Görmə, eşitmə, dad bilmə, qoxu bilmə, həmçinin lansə. Göz qapaqlarının sayı nə qədər olacaq? 2 dənədir, 3-cü rudimentalındadır. Nə qədər eşitmə sümüyü olacaq bunlarda dedik? 3 dənə çəkic sindan üzəngi. Lamsə funksiyasını nə yerinə yetirəcək bunlarda? Burnun və gözlərin yanındakı sərt uzun tüklər. Tamamdır. Aydındır. Çoxalması haqqında nə deyərik? İlk məməlilər və müasir məməlilər. Cinsiyyətlidirlər. İlk məməlilər, yəni ördək burunla yaxınla yumurta qoymaqla çoxalırlar. O biri məməlilər isə ikiyə ayrılır. Plasentalı və hissəli məməlilər. Plasentalı məməllərin dişlərində bir cüt yumurtalıq olur, bir cüt yumurta borusu olur və balalıq olur. Erkəklərdə isə bir cüt toxumluq borusu və çoxalma orqanı olur. Bunlarda daxili mayalanma gedir. Yumurta borusunda mayalanma baş verir. Balalıqda isə inkişaf edir. Sonra orada balalıqda platent adlı qan damarlarının həzəngin xüsusi orqanı əmələ gəlir. Onun vasitəsilə göbək ciyəsindən qidalar dölə ötürülür. Beləliklə 4-də inkişaf edir. Sonraki inkişafda da ana balasını südlə bəsləyir.
Tamamdır. Aydındır. Yumurta qoyan məmələrdə plasenta olacaqmı? Olmayacaq. Tamam. Aydındır. Boğazlıq dövrü ölçüdən asılıdırmı? Aha, nə qədər böyük olarsa heyvan özü, boğazlıq dövrü də çox olur, bala sayı da az olur. Fildə boğazlıq dövrü nə qədər idi təxmin? Təxmini 2 il. Aha, aydındır. Aydındır. Doğulan balaların sayı əmcəklərin sayından çox ola bilərmi? Ola bilməz. Tamamdır. Aydındır. Kimlər idi tam formalaşmamış bala doğurdular? Kisəli məməlilər, məsələn, kenguru, opossum, Tamam. Aydındır. Bunlarda nəsil qayğısına qalmaq varmı? var. Tamam. Tamamdır, Xədicə. Oxumuşuq tam şəkildə. Bəli. Tamam, o zaman ilk məməlilərdən ördək burun yexidna haqqında nələr deyə bilərik? Ördək burun baş hissəsində ördəyin dimdiyinə bənzər bir dimdik var onda da. Barmaqların arasında üzmə pərdəsi var. Dişləri yoxdur. Yumurta qoymaqla çoxalır. Yumurtanın üzərinə kürk yatır. Tük örtüyü də buna görə sıxdır, yaxşı. İndi bu tam su həyata keçirmiş olur, yoxsa Yox, yarım su? yarım su. Bunlarda əmcəklər varmı? Yoxdur. Birbaşa dərinin üzərinə ifraz olunur. Süd balada onunla bəslənir. Tamam. Yexidna haqqında nə deyərik? Yexid nağda uzun yapışqanlı dili var. Xaricdən əslində kirpiyə oxşuyur. Bu isə balasını kisədə saxlayır, yəni orada böyüdür. Ta ki tikanlar çıxana qədər. Ondan sonra o da oradakı yəni südlə bəslənir. Tamam. Kürk yatacaq yoxsa yox? Yox. Tamamdır. Yox. Niyə əsəbləşirsən ki? Soruşmayaq. Nədir? Keyfim yoxdur. Niyə keyfin yoxdur, Xədicə? Yəni gedəsi yerim var idi, ora alınmadı getməyə. Ona görə ürəyim sıxılır. Ha, xeyir olsun. Salamatçılıqdır. Hə, prosta elə bilin ki, gedib uşaqlarla oyun falan oynayacaqdıq da, stol-üstü oyunlar. Şimdi biraz başım aylardan məmnun, o da alınmadı. Qardaşım xəstələnib deyə qalası oldu. Allah şəfa versin. Hə. Ay Xədicə, ay Xədicə. Ay Xədicə, böyüyə biraz daha. Bu oyun filan bunlar yığışdırır dayı. Yox, mənim arada lazım. Bu bir dənə instituta girək inşallah ki, tibbi qazanaq. Ondan sonra oynamağa o qədər vaxtın olacaq ki. Həmin Xədicəsən, narahat olma. Yenə də halın olacaq oynamağa. Tamam. Cüzəyənlər dəstəsi haqqında nə deyə bilərik? Deməli, onlar ən qədim dəstədirlər. Dişlər demək olar ki, ixtisaslaşmayıb. E, Sonra beyin yarımkürələri də qırışlı deyil. Hı -hı. Göz zəif görür. Tamam. Bunlarda plasenta var? Plasenta yoxdur heç. Yoxdur. Tamam. Əsasən nə zaman fəal olurlar? Gecələr. Tamam. Aydındır. Yarasalarla bağlı nə deyə bilərik? Yarasalar gecə alaqaranlıq heyvanlarıdır. Onların e, döş dili vardır onlarda. Sonra qanadları pərdə şəkillidir. Baş barmaqları bir dənə pərdəlidir, qalanları sərbəstdir. Yəni ümumi 8-i pərdəlidir, 12-si sərbəstdir. Hı -hı. Sonra nə deyim, yarası Döş dili varmı bunlarda? var da. Tamam. Aydındır. Aydındır. Yarasalarda əlavə olaraq hansı xüsusiyyət var idi dedik? Bir də onlarda xolakasiya qabiliyyəti var idi. Aha, hansı ki delfinlərdə də var idi bu xüsusiyyət. Hı. Tamam. Dovşan kimlər dəstəsində? Üst çənədə və alt çənədə kəskin dişlərin sayı. Üstdə 4, altda 2. Tamam. Köpək dişləri varmı bunların? Yoxdur. Tamam. Ön ətraf və arxa tərəfində barmaq sayı. Öndə 5, arxada 4. Tamam. Nə qədər oldu cəmi? 18. Kimdəki kimi?
Qurbağadakı kimi. Qurbağadakı kimi, başqa kimdəki kimi? Sürünənlərdən kimi? Hansı dəstə? Daha Tısbağalardakı kimi. Hə, nə oldu? Elə birinci səfərdə işdir. Tamam. Növ sayına görə ən böyük dəstə hansı olar bunlardan? o şey o dırnaq tək isçanlar. Bəli, sıçanlar olmuş olacaqdır. Tamam, aydındır. Üst və alt çənələrin hər birində kəsdi dişlərin sayı nə qədər olar? 2 dənə. Tamamdır. Balina kimilər? Bunlar quruya çıxırlar yoxsa? Yox çıxmırlar. Bağlamalar da suda olur. Aha, dərilərində tük varmı? Yoxdur. Qulaq seyvanı varmı? Deyil. Tamam. Ön ətrafları üzməklərə qədər nə formasındadır deyirik? Kürək formasında. Arxa ətrafları varmı? Yoxdur. Tamam. Çanaq sümüyü nə halında qalıb dedik? Qalıq halında. Budur. Tamamdır, aydındır. Xarakterik nümayəndəsi kim idi bunların? Göy balina. Əslində 2 cür olur. Buğulu balina, bir də nə idi o? Dişli balina. Dişli balinalara kimlər idi? Delfinlər, bir də kaşalot var. Aha, dedik ki, delfinlər də yarasalar kimi ekholokasiya qabiliyyətinə malik idilər. Aydındır. Pərdayaqlar dəstəsi. Bunlar nə zaman quruya çıxırlar? Çoxalmaq üçün və tüləmək üçün. Aha, tamamdır. Aydındır. Belə. Tək dırnaqlar dəstəsi. Tək dırnaqlara aiddir. At, eşək, neydi o? Təpir, gərgədan və s. Tamam. Hə, başqa nə deyərik? Bunun adları saymağa ehtiyac yoxdur. Kərkədanların məsələn tük örtüyü olmur. Bunların sonra ya 1 ya 3 dırnaqları olur. 3-cü dırnaq yaxşı inkişaf edib, qalanları isə ya yoxdur, ya da qalıq halında qalır. Aha. Dırnaq dediyin barmaqdır da yəqin ki. Aha. Tamam. Tamam, aydındır. Təpirlərin ön ətrafının hər birində neçə barmaq, arxa ətrafında neçə barmaq olacaq? Ətrafında 4, arxa ətrafında 3 barmaq. Tamam. Cüt dırnaqlar dəstəsi. Onlarda da dırnaq 2 və yaxud da 4 ədəd olur. 2 dəstəyə ayrılırlar. Gövşəyənlər və gövşəməyənlər. Gövşəməyənlərə donuz, begemot aiddir. Gövşəyənlərə isə dolu boynuzlardan marallar, boş boynuzlardan öküz, keçi, qoyun bunlara aid. Tamam. Bu arada bilmək lazım ki, maralların buynuzu sümük mənşəlidir. Tamam. Xortumlar dəstəsi. Ölçüsünə görə ən böyük dəstədir. Bura Afrika fili və Asiya fili aiddir. Fillər deməli Hansı dişləridir onların hansı ki uzanaraq kənara doğru çıxmışdır? 2 dənə köpəkdir, kəsici dişlər. Neydi? Aha. Bunları. Bir cüt kəsdi diş çox uzanaraq ağızdan kənara çıxmış olacaq. Sən mənə nə edən? Xortumu əmələ gətirən nədir bunlardan? Burunla üst dodaq. Aha, tamamdır. Xortum nəyə xidmət edəcək? Qidanı tutmağa, ağza ötürməyə, sonra həm su içməyə, həm də qoxu funksiyasında da var. Tamam, aydındır. Vəssalam. Bəsdir. Əla. Primatlar dəstəsi. Primatlara da 2 yerə bölünür. Ali primatlar, ibtidai primatlar. Ali primatlara meymunlar aiddir. Elə məsələn insana bənzər meymunlardan şimpanze, orangutan, gibbon, gorilla. İbtidai primatlar kimlər idi? Kimlər? İbtidai primatlar. Tupaylar, lemurlar, o birisinin adı yadımdadır. Ehtiyac yoxdur. Bir dənə Luna başlayır. Lorilər. Tamam. Məmələrin ekoloji qrupları.
Suda yaşayanlar, torpaqda yaşayanlar və ağacda yaşayanlar. Yəni ki, quruda yaşayan, suda yaşayan, bir də uçan məməlilər demək istəyirsən yəqin ki. Hə, mən neydim? Tamam. Quruda yaşayan məməlilər neçə qrupa bölünəcək? Üç qrupa, torpağın üstündəkilər, torpağın qatlarındakılar və ağacdakılar. Az. Tamamdır. Aydındır. Torpaqda yaşayan məməlilər. Kimlərə aid olar bunlara? Bunlara torpaqda yaşayan məmə o qədər məməli var. Məsələn, cüt dırnaqlar, tək dırnaqlar, yırtıcı. Torpaqda deyəndə torpağın üstündən söhbət getmir də. Ən qısmında Aha. yerləşənlər, məsələn, köstəbəyi, Ha, indi sən mənə denən nəyi? Nəyi demək istədim? Köstəbəklərdə nə idi ixtisar olunan köstəbəyin şey uğrayan, ha? Zəifləyən nədir? gözü, Gözləri, bəli, daima qaranlıqda olduqlarına görə heç ehtiyacları da olmur demək olar ki. Tamamdır. Aydındır. Belə Xədicə, da çox yormayım səni. Bilirik ki, insan da məməlilər sinfinə aid olan bir nümayəndədir, canlıdır. E, Bununla bağlı belə deyək, nə kimi uyğunlaşmalar saya bilərik? insanla məməlilərin ortaq xüsusiyyəti, Hı -hı. diafraqmanın olması, boyunda 7 fəqrənin olması, süd vəzlərinin balans südlə bəslənməsi, Başqa ümumiyyətlə elə insana xas olan şeylərdən nə deyə bilərik? Belə xüsusiyyətlərdən. ovucun və dodağın tükdüz olması, yerli ayaq, esvari əyrilik, beyin şöbəsinin üst şöbəsindən böyük olması, şuur, ikinci siqnal sistemi, İlk siqnal sistemi. müdərrətə. Zaten ilk siqnal sistemi nitqdir da. İkinci siqnal sistemi də olacaq şu. Tamam. Təfəkkür. Tamam, Xəzə. Mən özüm də yoruldum artıq bu məməlilərdən. Valla. Biomüxtəliflik. Nələr deyə bilərik bunlara? Biomüxtəliflik növün, yəni canlıların daha doğrusu yaşadığı şəraitin müxtəlifliyinə deyilir. Üç növ var, genetik növ, biogeoz, ekosistem müxtəlif. Genetik növ, biogeoz, tamam. Genetik müxtəliflik nədir? Necə yaranır? Bir ərazidəki növlərin fərqliliyinin çoxalmasıyla. Aha, növ müxtəlifliyi bəs. O da yenə bir bölgədəki növlərin fərqliliyi. Tamam, ekosistem. O da müəyyən bir ərazidəki ekosistemlərin fərqliliyinin artması. Aydındır. Tamam. Aydındır. Belə, Xəzə. Bəsdir, mən yoruldum. Vallahi yoruldum. Məməlilər mənim bütün bilirsən necə təkər soruşursan fərqli qruplardan.